Səhər aşağı davam edir əziz tamaşaçılarımız. Bu bölümümüzdə Azərbaycan modelyerlərinin uğurlarından, hansı ki ölkəmizin hüdudlarından kənarda həm öz işlərini, həm də Azərbaycançılığı təmsil edirlər. Bax, belə dizayner modelyerlərdən biri də Mətanət xanım Bayramovadır ki, Mətanət xanım hazırda bizim studiyamızın qonağıdır. Amma əl işləri Səbinə? Əl işləri özü haqqında artıq kifayət qədər məlumat verir. Düşünürəm ki, bu qədər milli ruhu özündə birləşdirən, bu qədər incəliyi düşünülmüş milli geyim naxışları, xalça naxışları, milli ornamentləri özündə birləşdirən bax, bu geyim kolleksiyaları həqiqətən də ölkəmizi elə hüdudlarımızdan kənarda da kifayət qədər gözəl şəkildə təmsil edir və Azərbaycan incəsənəti haqqında geniş tamaşaçı kütləsində gözəl bir fikir formalaşdırır. Bu da Mətanət xanımın daxilində olan milli ruhdur, milli naxışlarımıza olan bağlılığı və sevgisidir. Mən Səbinə düşünürəm ki, müəllifi çağırsaq, onunla bir yerdə bu işlər haqqında və görəcəyi işlər haqqında ətraflı məlumat əldə eləsə çox yerinə düşər. Tamamilə doğrudur. Buyurun Mətanət xanım, sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Salamlayırıq ürəkdən sizi. Buyurun. Aha, zəhmət olmasa. Geyimlər həqiqətən hər biri özü haqqında kifayət qədər danışır və biz təbii ki, bunların hər birini müzakirə eləyəcəyik. Siz özünüz də bugün çox gözəl görünürsünüz. Burada da bir dəst xəttiniz, əl işiniz o gözəl şəkildə özünü vurğulayır. Rənglərin də ahəngi, o da çox doğru deyir. Səbinə xanım, bir dizayner olaraq mütləqdir ki, bizim geyimimiz, bizim belə deyərdik, vizit kartımızdır. Bir dizayner ilk öncə öz üzərində bunu nümayiş etdirməyi bacarmalıdır. Siz belə düşünürsünüz? Bəli. Mən belə düşünürüm, ümumiyyətlə belə olmalıdır. Olmalıdır. Bəli, bəli. Amma bəzilərində bunu görmürük. O nöqteyi nəzərindən mən müdaxilə dizaynerin dəsti xətti ilk növbədə öz üzərində görünməlidir. Əgər mən milli kolorit dizaynerəmsə, modelyerəmsə, mütləq ki, o məndə hiss olunmalıdır. Bu artıq bir informasiyadır. Bəli, bir informasiyadır sizin haqqınızda. Nəticədə dizayner olaraq sizin yaratdığınız kolleksiyalar insanlarda təsəvvür formalaşdırır. Mətanət xanım, bilirik ki, Qazaxıstandan gəlmişsiniz. Fashion Week adlı çox maraqlı bir festivalda iştirak eləmişsiniz. Buyurun, sizə eşidək, necə qarşılandı? Söhbət təbii ki, Şəbi Hicran kolleksiyasından gedir. Necə qarşılandı, bax, bu sizin milli ruhda hazırladığınız geyimlər? Öncəliklə dəvətiniz üçün təşəkkür edirik. Doğma kanal, sizləri çox sevirik. Çox sağ olun, qarşılıqlıdır. Minnətdaram. Şəbi Hicran və milli kino kolleksiyalarımız Türk dünyasına səs saldı və çox sevindirici bir haldır ki, Qazaxıstandan bizə təklif gəldi ki, orada fashion showda iştirak edək, fashion weeklərində iştirak edək. Hazırda rejissorlarımız ekrana gətirirlər. Bax, bu tədbirdən mi? Bəli, bu tədbirdən gedir söhbət. Bundan öncə də digər Qazaxıstanın paytaxtı Astana şəhərində bizim geyimlərimiz sərgilənirdi və ilk öncə orada Kolab Astana deyilən bir çox gözəl konsept store mağazada bizim geyimlərimizin nümayişi oldu. Sonra orada gördükdən sonra bizim geyimlərimizi növbəti Fashion Week-ə biz dəvət aldıq və burada dünyanın bir çox dizaynerləri, qonşu ölkələrdən də hətta var. Türkiyə, Gürcüstan, Ermənistan, Litva, bu kimi ölkələrin sırasında olmaq, Azərbaycan brendi olaraq yeganə orada iştirak etmək çox gözəl duyğuydu. Azərbaycan adına qürur verici bir duyğuydu və onları ən çox marağına səbəb olan bizim geyimlərin xüsusi parçalardan ibarət olmağıdır. Həm müasir, həm də milli kolorit daşımağıdır. Belə deyək, onların sənətçiləri, xadimləri bu fikirləri dedi ki, sizdə həm milli kolorit var, həm qərb üslubu var və bunlar ikisi vəhdət təşkil edəndə çox maraqlı bir görüntü ortaya çıxır. Digər dizaynerlərin işlərindən fərqlənir. Təbii ki, Qazaxıstan dizaynerləri də çox koloritlidir. Dünyada da öz sözlərini demək bacarırlar. Amma onların içərisində bizim bu cür fərqlənməyimiz çox qürur vericidir. Hətta həyəcanımı hiss etdiniz. Danışanda belə o həyəcanı hiss edirəm. Qürurla danışırsınız. Eynən elə Azərbaycanın coğrafi ərazisi kimi, eynən elə bizim Bakımız kimi. Həm qədimli, Qarabağ xalçaları kimi bunlar haqqında mən istəyərəm danışım. İlk öncə bildirmək istəyirəm ki, istəyirsinizsə, burada bir neçə kolleksiyanın hərəsindən bir neçə nümunə var. Bu hansı kolleksiyadan? Bu bizim
səhnə geyimlərimizin payız kolleksiyasıdır. Rənglərindən də o payız ab-havasını hiss edirsiniz. Artıq burada bir qədimlik var, burada bir müasirlik var. Bəli, bəli. İstəyirsinizsə elə bunlardan başlayaq, çünki sizin əlinizdə var. Rəşad bəy, orada mən gətirmişəm. Bu ideya məndə necə yarandı? Bəli, digər fayllarımızda Azərbaycanın xalçalarını araşdırmağa başladım və istədim Azərbaycan xalçalarından ibarət gözəl kolleksiya hazırlayayım, amma səhnə geyimləri kimi. Və Lətif Kərimovun kitablarını araşdırdım. Bizim Quba xalçamızdır. Baxın, zəhmət olmasa. Bu o birisidir, mən göstərim. Bəli, bu Bakı xalçasıdır. Siz bunu geyimə həkk etdiniz. Bakı xalçasının Lətif Kərimovun kitabından götürərək, təbii ki, üzərində toxunuşlar etmişik, öz dizaynımıza uyğun etməyə çalışmışıq. Həmin xalçanın parçasını istehsal edərək, dizayn edərək geyim hazırlamışıq. Bu geyimimizi isə gözəl sənətçimiz sizlərin də qonağı olur, Zəminə Rəhimova. Bəli, çox gözəl daşıyır. Öz klipində nümayiş etdirdi. Korsetimizdə həm millilik var, həm müasir dəblərə uyğun forma verilib. Bu ikisi də onunla istifadə oluna bilər. Üzəri ola bilər, bəli. Və xalçalarımızdan götürülən naxışlar, orijinal naxışlar. Bu Bakı xalçamızdır. Və bunun aşağı hissəsinə də, yəqin ki, onu gətirməyi unutmuşuq, gözəl bir maraqlı biçimdə bir şalvarımız var idi. Luk olaraq çox maraqlıydı. İkincisini göstərmək istəyirəm. Bu bizim Quba xalçamızdır. Quba xalçamızın dizaynına uyğun biz, bu pencəyimizi ərsəyə gətirdik. Burada yenə də siz dantellər, haradasa fransız ab-havası yaradır. Eyni ilə casual tərz var burada, oversize bir tərz var və üzərində milli bir ornament kolorit var. Mətanət xanım, maşallah kolleksiyanız boldur. Mən istərdim ki, hər bir məqama diqqət yetirək. Şah İsmail obrazı haqqında danışaq. Şah İsmail Səfəvilər dövrünə aid olan bir nümunə var. İlk öncə pencəyə baxdığınız zaman o anlamı vermək olmur ki, yəni pencək əl işlərindən ibarət bir pencəkdir. Amma bu ideya bizdə necə yarandı? Manikenin dəynində hazırda görülür üstündə. Baxın, Şah İsmailin kəməridir bu. Şahın kəməridir. Şahın kəmərinin üzərindəki motivlər imitasiya olunaraq eyni ilə burada hazırlanıb və üzərindəki əl işlər təbii daşlardan ibarətdir. Kəmər gül formasındadır. Gördüyünüz kimi şahın da kəməri gül formadadır və detallar var. Bu ideya isə məndə çox gözəl xanım, Gülzadə xanımla biz tanış olduq. Tarixçi, etnoqraf. Sizlər də onu tanıyırsınız. Biraz öncə o da milli geyimlərin kolleksiyasını nümayiş etdirdi. Gülzadə xanımla söhbət əsnasında Şah İsmail Xətainin kəməri mövzusu gəldi və mən o kəmərin imitasiyalarından bir pencək hazırlamaq istədim. Bilirsiniz ki, Şah İsmail Xətai Azərbaycan türkçəsini ilk dəfə dövlət dili elan edir və özü də şair olaraq türkçə şeirlər yazır. Bu da məndə hardasa bir motivasiya oldu, hardasa bir ideya yarandı ki, Şah İsmail şərəfinə bir pencək hazırlayaq. Həm də bunu tədbirlərdə də geyinmək olar. Siz bu kəməri eskizdən görmüşsünüz, yoxsa kəməri canlı görmüşsünüz? Xeyr, kəməri canlı görməmişik. Kəmərin canlısı zaten muzeylərdədir. İstanbulda Topqabı muzeyində saxlanılır. Onu mən görmədim. Sadəcə olaraq buradan gördük və Gülzadə xanımla söhbət əsnasında mən çox informasiya əldə etdim və onun üzərindən bunu hazırladık. Tarixin ağırdır, əl işləri çox möhtəşəmdir. Aylarla olan onun üzərində iş gedib yəni. Tarixin bu qədər dərinliyinə varmaq həqiqətən də o libası sanki qiymətini, dəyərini daha da artırır və böyük bir informasiya daşıyıcısına çevrilir. Və mən bunları həm də ona görə hazırlayıram ki, Rəşad bəy, sizin kimi incəsənət xadimləri dövlət tədbirlərində və yaxud ölkədən kənardakı tədbirlərdə bu geyimləri istifadə edə bilərlər. Milliliyi o tarixi üzərində daşıyaraq. Özəlliklə ölkədən kənardakı tədbirlərdə, bizim milli bayramlarımızda, dövlət bayramlarımızda çox yerinə düşər. Sizin üzərinizdə biraz əvvəl danışdıq. Çox gözəl bir kəlağay sanki rəqs edir, hərəkət edir, bir o şleyf xarakterdə daşıyır. Bir kəlağay kolleksiyanız var, ondan da bizə kəlağay kolleksiyamız da var. Mən sizə vurğulamaq istəyirəm ki, bir dizayner olaraq yenilik etmək istəyirəm və bizim ziyafət libaslarımıza, ziyafət libaslarımıza da milli koloritimizi gətirmək istəyirik. Sizlərə bir neçə nümunə göstərmək istəyirəm. Burada həm müasir bir tərz var, həm də milli koloritimiz var. Təmiz baskal kəlağaysıdır bunlar, əl işidir. Çantası da hazır.
Bəli. Bu onun çantası olmasa da, amma o da Kəlağaydandır. Çantamızın üzərində bədii tikməmiz var, qız qalası və Kəlağaydan hazırlanıb çanta. Burada isə normativimiz var. Normativin içərisində də bizim qız qalamız təsvir olunub. Kəlağayımızdan da Kəlağaydan çanta hazırlamaq özü belə çox çətin bir prosesdir. Və hətta orada broşumuz var. O broşun içərisində belə miniatür iş olaraq biz əl işi kimi narın içərisində qız qalası. Belə bir kompozisiya etmişik. Böyük bir tarixi keçmişə dayanan və özündə əks etdirən Kəlağaylara bugünkü müasir toxunur. Biz tez-tez görürük və inanın ki, sevindirir. Gənc xanımların üzərində istər bu cür libaslar olsun, istər Kəlağayının özünün daşınması olsun. Bu çox gözəldir, bu təqdirə Burada isə layiqdir. biz sevimli, gözəl, doğma Bakımızın təsvirlərini vermişik. Yəni burada qədim Bakı ilə müasir Bakının sintezini etmişik. Həm də gördüyünüz kimi Səbinə xanım artıq palazzo tərzli bir şal vardı. Oversize, müasir tərzli bir şal vardı və bu korsetimizi də vurğulamaq istəyərdim ki, burada batika işi var. Qədim sənətimiz təkəlduz deyilən, həm də batika sayılan, ipək üzərində rəssam işi olan bir sənət. Çox çətindir, yeri gəlmişkən. Çox çətindir. Bunu bura ülgü formasında rəssamlarımızla nə qədər biz onu işlədik, alınmadı, yenidən etdik. Axır onu əmələ Amma nəticə çox gözəldir, nəticə möhtəşəmdir. Bir də mən vurğulamaq istəyərdim ki, qurama işimizdən korsetimiz var. Deyə bilərsiniz, qurama işindən necə korset ola bilər? Baxın, istəyərdim ki, diqqət edəsiniz. Korsetimizin alt təbəqəsində, burada başqa bir parçadır, alt təbəqəsində Kəlağaylar var. Mən də onu deyəcəm ki, Kəlağaya naxışları sanki gördüm. O ki, Kəlağayları biz kəsirik, doğrayırıq, düzdür, içim sızıldayır. Amma onun artıq qalan hissələrini belə biz istifadə edirik və qurama formasında belə möhtəşəm ziyafət geyimi kimi korset edirik. Bilirsiniz, yəni gözəlliklərindən biri də budur ki, məsrəf etmir. Bəli, məsrəf etmirik və burada qurama işləri var. Mən bu çantaya çox Bəli, o çantamızı mən istəyərdim sizə belə göstərim. Həmin o xalça parçamızdan ibarət belə bir payız abu havalı plaş qaban etdik və ona uyğun eyni parçadan çantasını hazırlamışıq. Nə ki, gözəl görüntüləri gedir, baxın. Çox gözəldir, dostlar. Köynəyi belə var. Rəşad bəy, eyni ilə sizin əlinizdəki çanta, yəni bu artıq bir kolleksiyadır. Parçalardan ibarət. Bizim rejissorlarımız yuxarıdan soruşurlar. Bu bəy üçündür, yoxsa xanım üçün? Xanım üçündür. Yəni bəy üçün də hazırlayırsınız? Bəy üçün də hazırlayırıq, əlbəttə ki. Bəli. Eşitdiniz, dostlar? Mən istəyərdim ki, bizim gözəl sənətçimiz Xatirə Kərimovanın burada geyimi olmalıdır. Bəli. Saz sənətçimiz sizlərin də qonağı olur, Xatirə Kərimova. Zəfər bayramında onun üçün gözəl bir luk hazırladıq. Baxanda da hiss olunur ki, həm müasirdir, həm millidir, bəli. Möhtəşəm görünürdü Xatirə xanım. Yəni mən bunu aşılamaq istəyirəm ki, müasirliklə bizim milli dəyərlərimizi birləşdirmək mümkündür və gözəl işlər alınır. Mətən xan, bax, ayrı-ayrı şəxslərə deyirsiniz, tanınmışlar, səhnə insanları və s. Bax, hazırda bizim pultda çalışan bəylərimiz də maraqlandı. Belə bir sual istəyirəm sizə ünvanlayım. Tələbat necədir? Yoxsa çox sıx bir, belə deyək, sayda bunu hazırlayırsınız. Amma görürsünüz, nəticələriniz necədir? Sizin dönüşlər çox olurmu? Belə deyərdim, bu biznesdir. Biznesin elə bir tərəfi varsa, kütləvi istehsalat üçün olmalıdır, yəni satış üçün. Bir də var bunun səhnə üçün geyimləri. Mən bu səhnə geyimlərini ona görə sevərəkdən hazırlayıram ki, bizim incəsənət xadimlərimizdir, bizim təbliğatımızı aparan. Şuşamızda, Zəfər bayramımızda bu geyimlərlə həm incəsənət xadimlərimiz özlərini foliklor geyimdə hiss etmirlər, müasir geyimdə hiss edirlər, həm də o tərzi üzərlərində hiss edirlər. Bəli, müasir yanaşmadır. Zaten mənim dizayner kimi dəstə xəttim də bundan ibarətdir və yenilik gətirmək lazımdır. Dizaynerin əsas işi yenilik gətirə bilməkdir. O əsl dizayner sayılır. Mətənət xanım, Business Style kolleksiyası haqqında da bizə bir balaca danışın, zəhmət olmasa. Business Style kolleksiyamız milli pərakəndə, brendlərin milli pərakəndə zirvəsi adlı böyük bir forum keçirildi və orada bizə dəvət gəldi və mən bu dəvəti qəbul edərək biznes tərzinə
trendinə uyğun yenə də milli kolorit üslubunda kolleksiya hazırladım. Təbii ki, geyimlərin hamısını gətirmək Hələ mümkün təqdim deyil. olunmayıb. İlin sonunda da o nöqtəni qəşəng şəkildə vuracaqsınız. Və milli musiqi kolleksiyamız Aha, bax, bura hazırlanır. nələr daxildir? Şəxsən Milli musiqi bunlara kolleksiyamız, bəli, adından da göründüyü Bəli. kimi milli musiqi alətlərimizin üzərində, təbii ki, Üzeyir Hacıbəyov başda olmaqla bu kolleksiya bu mövzuda Milli hazırlanacaq. musiqi alətlərinin üzərində, yoxsa alətlər geyimlərin üzərində? Bəli, milli musiqi alətləri əsas mövzu olaraq götürülür və alətlər forma və dizayn olaraq mən çox da məlumat verməyim, qoyun maraqlı qalsın, geyimlər üzərinə tətbiq olunacaq. Efirdən sonra deyərsiniz bunu. Bunlar nə Mütləq. zaman təqdim olunacaq? Dekabrın 13-ü Besmodulov Azərbaycan gözəllik yarışması keçiriləcək və bizim gözəl modellərimizin üzərində ilk dəfə təqdimatı orada olacaq. Məncə bu işdə çox əziyyət çəkməyəcəksiniz. Bu mənim öz fikrimdir. Çünki bizim milli musiqi alətləri elə gözəldir ki, elə alətə baxırsan özü bir geyimdir, özü bir qiyafədir. Bir dizayn istəyir sanki orada yaradılsın. Bəli, bəli, Ona görə siz həqiqətən də də. bunları belə qiyafəyə köçürəcəksiniz. Düşünürəm ki, çox maraqlı iş olacaq. Təşəkkür edirəm, Uğurlar arzulayırıq inşallah. sizə. Mətənət xanım, Minnətdarım. sadaladıqlarınızdan, təqdim etdiklərinizdən tam əminliklə demək olar ki, 2025-ci il sizin üçün çox məhsuldar olub. Bəli, bəli, Artıq ilin həqiqətən. sonuna doğru gedirik, yekunlaşdırırıq, amma daha bir təqdimat var. O təqdimatdan sonra da sizi studiyada görmək istəyirik. Təşəkkür Mütləq edirəm. ətraflı bizə danışarsınız. 2026-cı ildə görüşmək ümidi ilə və sizə uğurlar arzulayıram. Minnətdaram sizlərə də. Çox sağ olun. Studiyamızın qonağı bu əl işlərinin müəllifi, dizayner, Modelyer. modelyer Mətənət xanım Bayramova idi. Təşəkkür edirəm. Uğurlar arzulayırıq.